axirət gününə inanan, Allaha və axirət gününə inanan bir insan ya xeyirli söz söyləsin, ya da ki, sussun. Susmaq özü də bir ədəbdir. Bəli. Susmaq özü də gözəl bir sözün qarşılığıdır. O da ədəbdəndir. O da bir ədəbdəndir. Ağa müəllim qeyd etdi, həqiqət Allah-u Teala'nın da peyğəmbərlərə yönləndirdiyi, peyğəmbərlərə əmr etdiyi qavlən leyyinə, yumuşaq sözlü olmaq. Yəni o sözü də hansı bir deyək qarşındakı o firavun belə olsa, ən nadan bir insan olsa belə ona sözünü elə bir şəkildə çatdırmağın lazımdır ki, İslamın o həlimliyi, İslamın o gözəlliyi, səlimliyi onun qəlbinə nüfuz edə bilsin. Yenə başqa bir nöqtədən hadisəyə baxdığımızda Allah-u Teala Quran-ı Kərimdə limə təqulunə mə lə təfalun deyir. Yəni siz etmədiklərinizi niyə deyirsiniz? Bizim bugün ən böyük problemlərimizdən də biri hər kəs